Paytaxtın Səbail rayonunda Düz şəhərin mərkəzində isə sakinlər ilan təhlükəsi ilə üz-üzə qalıb. Bir həftədir ki, ard-arda ilan hücumu mənzil sahiblərinə aman vermir. 7 ilan öldürən sakinlər şəhərin mərkəzinə onların necə gəlib çıxmasını düşündürür. Havaların istiləşməsi şəhərin mərkəzində ilanların üzə çıxmasına səbəb olub. Səbail rayonu Mehdi döngə bir ev 3-ün sakinləri bugün küçələrində 2 ilanı birdən görüblər. İlanlar insanlara hücum etməyə fürsət tapmamış, sakinlər onları öldürüb. Şəhərçilər deyir, illərdir burada yaşayırıq. Bu kimi halla ilk dəfə qarşılaşırıq. Artıq bir həftənin içində 7 ilan öldürmüşük. Sakinlər ilanların 100 ildən çox yaşı olan binanın zirzəmisini özlərinin məskən seçdiyini iddia edirlər. Bunun altı yəqin ki doludur. Yəni zirzəmidən çıxır. Bəli, bəli. Çünki mən bura keçəndə öz evimdə belə taxtalar var idi. Yəni altımızda, ayağımızın altında o taxtaların altında sıçanlar yaşayıb. İndi ilanlar çıxıb möcüzədir. Binaların arasında ilanların görünməsi möcüzə olduğu kimi həm də təhlükəlidir. Çünki divarlara qalxan ilanlar xüsusilə binanın az yaşlı uşaqlarını təhlükə ilə üz-üzə qoyur. Onun biri kondisioneri yanında, bizim kondisioneri yanında oradan ağaçdan vurdular, saldılar, öldürdülər. Evdə biz qorxumuza evdə dura bilmirik, qorxuruq. Evdə 5 yaşında uşaq var, o oğlan uşağı damır, ora qaçır, bura qaçır. Sonra biz niyə uşağa bir şey olsun, yağ olsun, təhlükə altında yaşır, qorxuruq, çox qorxuruq. Doğrudan da qorxulu durumdur. Ümid edək ki, sakinlərin dadına çatan olar və onları ilanların əlindən xilas edər.